Salam, bugünkü dərsimiz kartoqrafik təsvirlər və coğrafiya informasiya mənbələri olacaq, bir də yerin ölçüləri. Kartoqrafiya yer kürəsinin, onun səthinin təsvir üsulları və xəritlər haqqında bir elmdir ki, ilk dəfə yerin ölçülərini, radiusunu, 1 dərəcəlik meridian qövsünün uzunluğunu, diametrini bizim eramızdan əvvəl 3-cü əsrdə Eratosfen hesablamışdır. Onun hesablamalarına görə yerin radiusu 6310 kilometr, çevrəsinin uzunluğu isə 39500 kilometr olubdur. O yerin küre formasında olmasını ilk dəfə riyazi cəhətdən sübut etmişdir. Yerin forması haqqında ilk təsəvvürlər bizim eramızdan əvvəl Babillərə və Şumerlərə də məxsusudur ki, qədimdən başlayaraq müxtəlif dövrlərdə yer müstəvi, hamar və oval şəkildə təsvir olunubdur ki, yerin küre formasında olması ilə bağlı ilk mülahizələri Pifagor, daha sonra isə Aristotel, Eratosfen, Ptolomey və başqa alimlər də irəli sürmüşlər. Zaman keçdikcə yerin forması haqqında təsəvvürlər təkmilləşdirilir. Orta əsrlərdə Şərqdə Əl-Biruni və Nəsrəddin Tusi yerin ölçüləri haqqında bir çox məlumatları ilə elmi töhfələrini vermişlər. Bu dövrdə yaşamış İngilis alimi Isaac Newton qütblərdən basıq, yerin qütblərdən basıq, yəni ellipsoid formasında olduğunu söyləmişdir. O öz hesablamaları ilə qütblərdən basıq olduğu üçün yerin müxtəlif radiuslara malik olduğunu müəyyən etmiş və bu xüsusiyyəti ilə onu kürədən fərqləndirmişdi. Müasir elmi tədqiqatlar nəticəsində yerin heç bir həndəsi fiquru oxşamayıb, özünə məxsus formada olduğu müəyyən olunubdur ki, məhz buna görə də onu geoid adlandırırlar və geoid dəniz səviyyəsinə uyğun gələn xəyali səthdir ki, onun səthində yerin relyefi nəzərə alınmır. Geoiddə yerin relyefi nəzərə alınmır. Yer fiziki formaya malik olub səthi hamar deyil. Burada okean çökəklikləri, materik çıxıntıları, onların üzərində isə dağlar və düzənliklər yerləşir. Kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, yerin şimal qütb sahəsi cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır. Buna görə də onu kardioidə oxşadırdılar. 1940-cı ildə Rus alimləri Feodosi Krasovski və Aleksandr İzatov tərəfindən müəyyən edilmiş ölçülər bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda yerin ölçüləri kimi qəbul olunubdur. Yer səthinin sahəsi 510 milyon kvadrat kilometr, quru sahəsinin sahəsi 149 milyon kvadrat kilometr, su səthinin sahəsi 361 milyon kvadrat kilometr, ekvator radiusu 6378 kilometr, qütb radiusu 6357 kilometr, yerin orta radiusu 6371 kilometr, yerin diametri 12742 kilometr, ekvator çevrəsinin uzunluğu 40076 kilometr, meridian çevrəsinin uzunluğu 40009 kilometr, yarım çevrə dedikdə isə bunun yarısı götürülür. Yerin qütblərdən basıqlığı isə 21 kilometrdir. Yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün onun kiçildilmiş 3 ölçülü modelindən istifadə edirlər, yəni qlobusundan istifadə edirlər ki, digər planetlərin, həmçinin yerin təbii peyki olan ayın da qlobusu mövcuddur. Qlobuslar əsasən fiziki və siyasi məzmunda hazırlanır ki, qlobusda yerin qütblərdən basıqlığı nəzərə alınmır və yerin fırlanma oxu orbit müstəvisə meyilli olduğundan qlobusun da oxu üfüqi müstəviyə meyilli olur. Və tədris məqsədi ilə hazırlanmış qlobuslar var ki, böyük qlobuslar, böyük miqyaslı qlobuslar 1/30 milyon miqyasında olur. Orta miqyaslı qlobuslar 1/50 milyon miqyaslı qlobuslardır. Kiçik miqyaslı qlobuslar isə 1/83 milyonluq milyon olan qlobuslardır. Deməli, biz daha tez-tez miqyasda, miqyasın kəmiyyəti və miqyas sözlərinə rast gəlirik. Bu sözlərin mənası nə deməkdir? Deməli, biz dedik ki, qlobusda böyük miqyaslı qlobuslar var, orta miqyaslı qlobuslar var və kiçik miqyaslı qlobuslar var. Və həmçinin xəritələrdə də bu mövcuddur ki, deyirdik ki, böyük miqyaslı xəritələr, orta miqyaslı xəritələr və kiçik miqyaslı xəritələr. Böyük miqyaslı xəritələr dedikdə 10 mindən 200 min arası olur. Orta miqyaslı xəritələr 200 min və 1 milyon arası olur. 1 milyondan böyük olan xəritələr isə artıq kiçik miqyaslı xəritələr hesab olunur. Baxın, deməli deyirik ki, böyük miqyası, kiçik miqyası, orta miqyası və son vaxtlarda da daha tez-tez rast gəlirik ki, miqyasın kəmiyyəti. Bunların bir-birindən fərqi nədən ibarətdir? Və deyirik ki, bir də generalizasiya. Bəs generalizasiya ilə miqyas və miqyasın kəmiyyəti arasında mütənasiblik necə olur? Deməli,
Miqyasın kəmiyyəti, yəni ədəd şəklində bizə verilirsə, bu miqyasın kəmiyyətidir. Yəni bizə verilir ki, tutaq ki 1 bölək 10 milyon verilirsə, bu miqyasın kəmiyyətini göstərir. Yəni ədəd şəklində verilirsə, bu miqyasın kəmiyyətidir. Miqyasın kəmiyyəti, yəni ədəd şəklində verilən rəqəm nə qədər çoxdursa, generalizasiyada o qədər çox olmuş olur. Yəni miqyasın kəmiyyəti ilə generalizasiya bir-biri ilə düz mütənasibdir. Ancaq baxın, son vaxtlarda tez-tez rast gəlirik miqyas və generalizasiyanın bir-biri ilə tərs mütənasib olması sözünü. Və daha tez-tez suallar verilir ki, müəllimə, nə üçün bəzi yerlərdə miqyas və generalizasiyanın tərs mütənasib olduğu göstərilir, bəzi yerlərdə isə miqyasın kəmiyyəti ilə generalizasiyanın düz mütənasib olduğu göstərilir. Bəli, əgər bizə rəqəm şəklində verilirsə, tutaq ki, deyilir ki, 1 bölək 10 milyon olan bir xəritə. Yəni bu o deməkdir ki, burada kiçilmənin dərəcəsi çoxdur. Generalizasiya nə deməkdir? Generalizasiya ümumiləşdirmə deməkdir, sadələşdirmə deməkdir. Yəni rəqəmlə verilirsə ki, 1 bölək 10 milyon, deməli burada kiçilmə daha çoxdur. Yəni ümumiləşdirmə, sadələşdirmə daha çoxdur. Buna görə də miqyasın kəmiyyəti ilə generalizasiya bir-biri ilə düz mütənasibdir. Yəni miqyasın kəmiyyəti nə qədər çoxdursa, rəqəm nə qədər çoxdursa, generalizasiya da o qədər çoxdur. Yəni ümumiləşdirmə və sadələşdirmə də o qədər çoxdur. Baxın, bəzi yerlərdə isə miqyas və generalizasiyanın tərs mütənasib olduğu söylənilir. Bu nə deməkdir? Miqyas, yəni böyük miqyaslı, kiçik miqyaslı xəritələr, orta miqyaslı xəritələr dedikdə, yəni burada artıq, yəni sözlə deyiriksə, biz bilirik ki, böyük miqyaslı xəritələr 10 mindən 200 min arası olur. Yəni bu o deməkdir ki, böyük miqyaslı xəritələrdə kiçilmə azdır. Kiçik miqyaslı xəritələrdə kiçilmə çoxdur, generalizasiya çoxdur. Deməli, böyük miqyaslı xəritələr deyiriksə, yəni miqyasla generalizasiya tərs mütənasibdir. Ancaq kiçik miqyaslı xəritələrdə deyirdik ki, 1 milyondan böyük olan xəritələr idi və 1 bölək 1 milyondan böyük olan xəritələrdir və burada deyirdik ki, generalizasiya çoxdur. Deməli, miqyasın özü ilə miqyasın kəmiyyəti arasında da tərs mütənasiblik mövcuddur ki, miqyasın kəmiyyəti generalizasiya ilə düz mütənasibdir, miqyasın özü ilə tərs mütənasibdir.